Herkese salam, kanalıma xoş gəlmisiniz. Trendyoldan aldığım bəzi məhsulları göstərib, onlar haqqında sizlərə məlumat vermək istəyirəm. Dermotenin üz üçün peelingini aldım, çox bəyəndim. Gündə 2 dəfə istifadə eləyirəm. Ölü dəriləri çox yaxşı soyur və üzü çox yaxşı təmizləyir. Makyaj öncəsi istifadə etmək çox yaxşıdır. Makyajı çox daha hamar göstərir. Daha sonra Classic-dən 2 krem götürdüm. Üz və gözaltı kremi. Qırmızı rəngli olanı həm nəmləndiricidir, həm də sızanaqları yox etmək üçündür. Daha öncə bilirsiniz ki, La Roche-Posay'in sızanaq kremini almışdım və üzümü inanılmaz dərəcədə səpdirmişdi. O sızanaqlardan bu krem sayəsində xilas oldum. Çox möhtəşəm kremdir. Həm çox yaxşı nəmləndirir, həm də ki, üzdəki ləkələrə də yaxşı təsir edir. Bu markanın sarı rəngli ləkələri aparmaq üçün olan kremini də sifariş vermişəm. Onu da çox tərifləyiblər. İnanıram ki, o da çox yaxşıdır. Çünki məncə bir markanın 2 məhsulu yaxşıdırsa, digər məhsulları da yaxşı çıxır. Bənövşəyi rəngli olanı isə gözaltını nəmləndirmək, həm də göz ətrafındakı qaralmaları yox eləmək üçündür. Məndə gözaltı qaralmaları çox azdır. Ona görə də daha çox nəmləndirmək üçün aldım. Hələ ki 3-4 dəfə istifadə eləmişəm. Yaxşı nəmləndirir, hələ ki bəyənirəm. Daha uzun müddət istifadə edib nəticələrini sizlərlə bölüşəcəyəm. Gözaltı kremlərim çoxdur, ona görə də onlar bitdikdən sonra buna tam keçməyi düşünürəm. Daha sonra Golden Rose Essential Definition and Lift Up and Create Volume maskarasını aldım. Bilirəm adı çox uzundur. Çox yaxşı maskaradır. Kirpikləri çox uzadır, həcm verir və 2-3 qat vuranda inanılmaz effekt verir. Çox bəyəndim. Sadəcə quruduqdan sonra birazca kirpiklər sərtləşir. Essence-in maskarası o cəhətdən məncə daha yaxşıdır. Fırçası səhv eləmirəmsə silikon fırça adlanır. Bu şəkildə fırçası olan maskaraları mən çox bəyənirəm. Essence-in maskarası qıl fırçalı idi, amma ikisini də çox bəyəndim. Axırıncı məhsulumuz Sealin ağarıcı kremidir. Üzlərimdə ton bərabərsizliyi var biraz. Həm də mən dəri tonumu biraz daha açıq xoşlayıram. Ona görə də bu kremi aldım. Üstündə isə başqa bir kremi hədiyyə göndərilib. Nə üçün olduğunu hələ bilmirəm, araşdırıb baxacağam. Açmadım çünki kremlərim çoxdur. Daha sonra yoxlayacağam. İndi isə gələk əsas kremimizə. Bu krem üzdə çox ağ tabaşır kimi durduğu üçün mən gecələr üzümü təmizlədikdən sonra üzümə vurub yatıram. Gündüzlər isə başqa nəmləndiricilərimdən istifadə eləyirəm. Həm də bu krem qoltuq altı, dirsəklər və yaxud da başqa qaralmalar olan yerlərdə də istifadə eləmək olar. 10 gündən çox olar istifadə eləyərəm, amma hələ nəticəsini görməmişəm. Nəticə görsəm daha sonra güncəlləyərəm. Hələlik bu qədər. Kanala dəstək olmağı, abunə olub bəyənməyi unutmayın, zəhmət olmasa.